Salam, hər birinizi xoş gördük. Bu günlərin biz sizə sürət qatarına, icra hakimiyyətinin tam yaxınlığında olan Kristal 2 yaşayış kompleksində mənzil çəkilişinə gəlmişik. Mənzilin çəkilişinə başladıq mənzilin qonaq otağından. Qeyd edim ki, mənzilimiz 2 otaqlıdır. Bu proyektlər adətən kuxna burada zala birləşikliyi olur, bağlı olur burada. Ev sahibi açıb belə kuxna studiya tipli eləyibdir. Mənzilimiz kupçalıdır. Kupçada 50 kvadrat. Yəni belə deyim, 50 kvadratdır. Mənzilimiz gördüyünüz kimi bütün əşyalar ilə satılır. Şəxsi əşyalar çıxmaq şərti ilə. Elektronika falan hər şey mənzildə qalacaqdır. Mənzilimiz qeyd etdiyim kimi kuxna studiya tipli gedir. 2 otaqlıdır. 14 mərtəbəli binanın 5-ci mərtəbəsindədir. Mənzilimizin burada eyvan hissəsidir, kombisi, çay ağacı. Hal-hazırda mənzildə mənzil sahibi özü yaşayır. Ona görə mənzilimiz biraz belə əşyalar filanlar çoxdur. Gəlin sizə indi mənzilin digər otağını təqdim edim. Təqdimata başlayıram mənzilin giriş hissəsindən. Giriş hissəsində belə bir hol hissəsi var. Seyf qapı qarşılayır bizi girişdə. Girişdə sol tərəfdə mənzilin qonaq otağı, sağ tərəfdə mənzilin mətbəx hissəsi, sanitar hamam otağı, şəxsi yaşayış üçün olunan mənzildir. Mənzilin buradan keçirik yataq otağına. Qeyd etdiyim kimi mənzil əşyalı satılır. 50 kvadratdan ibarətdir. Kupçalıdır. İstil sistemi kombidir. Sürət qatarı mənzilin tam yaxınlığındadır. Bina Edirli prospektin tam mərkəzində yerləşir. 2 otaq əla vəziyyətdədir, şəraitdədir. Bütün əşyalar qalır mənzildə. Marşrut dayanacağı, məktəb, Heydər Parkı demək olar ki, çox yaxındır binaya. Mənzillə bağlı sualınız olarsa profildə nömrəmiz qeyd olunubdur. Əlaqə saxlaya bilərsiniz. Bugünkü günü bu binalarda hər dəqiqə satışa mənzil çıxmır. 2 otaqlıdır. Burada mənzilin giriş hissəsidir. Mənzillə bağlı qeyd etdiyim kimi sualınız olarsa profildə nömrəmiz qeyd olunubdur. Bu günə bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.